Valideynlər tərəfindən tez-tez belə bir sualla qarşılaşırıq ki, yay boyu uşaqlarımıza D vitamini vermək lazımdırmı? Əziz valideynlər, diqqətinizi çatdırmaq istəyirəm ki, uşaqlar doğulduqdan sonra ən azı 1 yaşlarına qədər hər gün D vitamini qəbul etməlidirlər. Körpələrə doğulduqdan sonra D vitamini başlamaq üçün 21 gün gözləməyə ehtiyac yoxdur. Uşaqlar doğulan günündən ən azı 1 yaşına qədər fasiləsiz, kəsintisiz hər gün D vitamini qəbul etməlidirlər. Əgər uşağın 1 yaş dövrü yayı təsadüf edərsə, valideynlər bu uşaqları gündəlik olaraq təqribən 1 saat günəş altında gəzdirərlərsə, xüsusən də günəşin şüalarının intensivliyinin çox olan vaxtda, səhər 9-dan axşam 5-ə qədər olan vaxt kəsiyində uşaqlarını günəşdə gəzdirərlərsə, uşaqlarını tez-tez çimərliyə apararlarsa və uşaqların qollarının, ayaqlarının dərisində rəng dəyişkəni, günəşdən qaralma yaranarsa, 1 yaşdan böyük belə uşaqlara yay boyu D vitamini verməyə bilərsiniz. Bəzi valideynlər uşaqlara D vitamini yayda hava isti olduğu ilə əlaqədar vermirlər. Yəni, havanın temperaturunun D vitamini ilə bir əlaqəsi yoxdur. Yalnız günəşə çıxan, dərisinə günəş dəyən uşaqlara D vitamini yay boyu verməyə bilərsiniz. Uşaqları günəşə çıxardarkən bir nüansda diqqətini çatdırmaq istəyirəm ki, mütləq uşaqların başına hava keçirən, sıx kip olmayan şlyapa və yaxud da kepka qoymanız tövsiyə olunur ki, günəş şüaları birbaşa uşaqların baş dərisinə təmas etməsin. 1 yaşından böyük uşaqlar əgər yay boyu kifayət qədər günəşə çıxmırlarsa, bina evində yaşayırlarsa, axşam günəş batdıqdan sonra həyətə düşürlərsə, o zaman 1-2 yaş arası belə uşaqlara yay boyu D vitamini verilməsi tövsiyə olunur. 2 yaşdan 5 yaşa qədər uşaqlara isə hər payız və qış dönəmində D vitamini verilməsi məsləhətdir. Nəzərinizə çatdırım ki, D vitamini təkcə vitamin deyil, həm də bir hormondur. Uşaqların böyümə, sümük inkişafı ilə yanaşı, onların immunitetində də çox böyük rol oynayır. D vitamini çatmayan uşaqlar payız və qış fəslində tez-tez qrip, kəskin respirator xəstəliklərlə xəstələnə bilirlər.